Bizim studiyamızda qonaqlar var. Məncə bu günkü bizim söhbətimiz hər kəs üçün maraqlı olmalıdır. Hər kəs də bu təşəbbüsə qoşula bilər. Söhbət nədən gedir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən sosial tərəfdaş layihəsindən və layihənin böyük mütəxəssisləri Nicat Mustafayev və Royal Ağayev bugün studiyamızdadır. Xoş gördük hər birinizi. Sosial tərəfdaş layihəsi, bu nə layihədir? Bundan başqa mən bilirəm ki, burada endirimlər də var. Bu haqda məlumat vermənizi istəyirəm. Neçə müddətdir ki var? Məqsəd nədir bu layihədə? Buyurun, buyurun Nicat bəy. İlham bəy, televizya tamaşaçılarına salamlayıram, sabahınız xeyir olsun. Sosial tərəfdaş layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə 20 noyabr 2023-cü ildə təsis olunmuşdur və rəsmi şəkildə ictimaiyyətə məlumat verilmişdir. Ümumilikdə yaşa, əlilliyə, ailə başına itirməyə görə pensiya, müavinət və digər sosial ödəniş alan bütün şəxslərimizi əhatə eləyir ki, həmən insanların layihənin əsas məqsədi daha doğrusu onların gündəlik xərclərinin azaldılması, sosial və maddi rifahların daha yaxşılaşdırılması üçün təmin olunub ki, gündəlik belə deyək, ehtiyaclarını qarşıladıkları zaman ölkə üzrə seçilmiş market, aptek, klinikalarda xüsusi endirimlərdən yararlanacaqlar. Bu necə olur? Nədir? Bildiyiniz kimi artıq məlumatınız olduğu qədərlə MyGov platforması bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid bir platforma kimi fəaliyyət göstərir ki, belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bütün elektron xidmətlərin artıq inteqrasiyasını tam şəkildə tamamlayıb vətəndaşlara xidmət kimi və sözü gedən endirim barkodu da artıq MyGov platformasında ana səhifədə vətəndaşlarımızın üçün istifadəsinə verilib ki, onlar ölkə üzrə seçilmiş market, aptek, klinikalarda ödəniş etməzdən öncə kassada göstərməkləri artıq bu imkanı, endirim imkanı onları təqdim edəcəkdir. Nicat bəy, yəqin ki, ora daxil olanda həmin o sadaladığımız obyektlərin siyahısı da var. Bəli, sosialtərəfdaş.az saytına daxil olaraq bütün tərəfdaş şirkətlərlə yaxından tanış ola bilərlər. Royal bəy, bundan hər kəs mi yararlana bilir? Sosial ödəniş alan şəxslər yararlana bilirlər. Yəni burada kateqoriyalar sadalayaq bir-bir, hər kəs indi baxır bizə, təkrar sadalayaq. Pensiya, müavinət, ünvanlı dövlət sosial yardım alan şəxslər və digər ödəniş alan şəxslər, yaşa görə pensiya alan şəxslərin hər biri yararlana bilər. Yəni burada endirim deyirik, nə qədər endirimdən söhbət gedir? Endirim faizləri minimal 2% nəzərdə tutulmaqla 40%-ə qədər dəyişir. Yəni marketlərdə başqa faizlərdir, klinikalarda başqa faizlərdir, apteklərdə başqa faizlərdir. Bir də yəni bu marketin, məsələn, bilirik ki, bəzi marketlərin öz endirimləri də olur. Bəli. Və məsələn, hansısa məhsul endirimə düşür. Yəni artıq endirimdə olan məhsul bir də ekstra burada endirilirmi? Yəni, yoxsa bizdə bir ənənə var da, endirimli məhsul olur, gelib deyəcək ki, yox qardaş, bu endirimə düşmür çünki artıq endirimdədir. Belə bir şeydir, yoxsa istisnasız bütün məhsullara... Marketlərin hər birində endirimdə olan məhsullara da endirim olunur. Nicat bəy, siz dediniz barkod var MyGov platformasında. O barkod avtomatik oraya yerləşdirir, yoxsa onu əldə etmək üçün nəsə etmək lazımdır? Hansı adımlar atılmalıdır? Aytən xanım, çox yaxşı vurğuladınız. Vətəndaşlar nəzərdən çatdırmaq istədim ki, mobil telefonlarına MyGov tətbiqini, mobil tətbiqini yükləyərək özlərinə uyğun qeydiyyatdan keçirlər, özlərinə uyğun üsulu qeydiyyatdan keçirlər. Təbii ki, burada bir neçə üsul mövcuddur qeydiyyatdan keçmə üsulu. Sima imza, asan imza və şəxsiyyət vəsiqəsi məlumatlarını, yəni identifikasiya məlumatlarını doldurmaqla qeydiyyatdan keçirlər. Avtomatik qeydiyyatdan keçdikdən sonra tətbiqə daxil olduqda ana səhifədə öz adlarının altında artıq aktivləşdirilmiş barkodlarını görəcəklər. Yəni, gəlin bunu bir qədər də praktikləşdirək. Məsələn, təqaüdçü qeydiyyatdan keçib, indi kimsə ona kömək edib keçib, biz təqaüdçülərimiz bir o qədər bəli öyrənməyiblər də bu məsələlər. Anlaşılandır bu da. Biz də o yaşda yəqin çox şey bilməyəcəyik. Yaxınlaşdılar kassaya. O prosesi nə təqdim edirlər, kassir nə edir, yəni nəyisə oxudurmu? Bax, bu proses... Hər dəfə təqdim etmək lazımdır? Kassaya yaxınlaşan zaman əlavə bir sənədə ehtiyac yoxdur ki, kassirə göstərsin ki, mən pensiyaçıyam. Artıq barkod təsdiqləyir ki, həmən şəxs pensiyaçıdır. Hər dəfə alış-verişdə barkodu təqdim etməlidir ki, endirim güzəşt nəzərdə tutulur. Telefonda açır barkodu göstərir. Telefonda açır barkodu göstərir. Kassir onu oxudur. Kassir onu oxudur, bəli, skan eləyir. Avtomatik endirim düşür. Əsas nüansımız burada odur ki, ödəniş etməmişdən öncə kassada bunları məhsullar artıq vurulduqdan sonra təqdim etmələri kifayət eləyəcək. Ödənişdən qabaq. Bəli, ödənişdən qabaq. Ödənişdən qabaq. Adətən biz market kartları da olanda biz onu əvvəlcə təqdim edirik. Sonra artıq bəli, əla, çox gözəl bir məsələdir. Amma burada bir sual da ortaya çıxır da. Bütün məhsullara mı şamil olunur? Yoxsa seçilmiş məhsuldadır ki, çörək, düyü, un, qənd və s. çay?
Aha, demək burada ən əsas pensiyaçılarımızın gündəlik tələbat mallarını əhatə edir. Hansı ki, bu marketlərdə, apteklərdə də ümumilikdə bəzi istisna məhsullarımız var ki, spirtli içkilər, tütün məmulatları istisna olmaqla bütün məhsullar üzrə keçərli endirim faizləri. Meyvə tərəvəz və Bəli, hər bir şey üçün keçərlidir. Qeyd etdiyimiz kimi belə deyək də dövlət qurumu olaraq burada təşviqatla bağlı həmən dediyimiz bu spirtli içki məmulatları, tütün məmulatlardan istisna olmalı bütün məhsullar üzrə qeyd etdiyimiz kimi keçərli olacaq endirimlər. Bir məsələ çox önəmlidir. Əslində bunu buradan yəqin ki bir sui-istifadə hallarda ola bilər. Bunun söhbətindən gedir. Təqaüdçü istənilən kartla mı alış-veriş edə bilir, yoxsa ancaq təqaüd kartı ilə mi? Çünki niyə mən gəlirəm bir təqaüdçüyə deyirəm ki, bax mənim kartımda ödəniş edin, bu endirim mən qazanım. Yəni bu necə olacaqdır məsələn, necə tənzimlənir? Bir də burada da əlavə olaraq elə Mehman sözünə qüvvət, oğul, qız, nəvə və s. istifadə edə bilər bu barkoddan? Əsas barkodu təqdim etməkdir ki, barkodu təqdim etdikdən sonra ödənişi həm nağd formada və yaxud da kartla ödəniş eləmək olar, hər hansısa bir məhdudiyyət təyin olunmur. Nəyə görə bu sualı verdik? Məsələn, deyək ki, anamız bizim təqaüdçüdür. O barkodu mən onun şəklini çəkdim, yaxud göstərdim, mən göstərdim, keçdim. Mən də istifadə etmiş oluram, elə deyilmi yəni? Yəni, əlavə olaraq bəzi pensiya alan şəxslər var ki, onlar evi tərk edə bilmirlər, məlum məsələdir. Əlillik dərəcəsi olan insanlar var. Əlillik dərəcəsi olan şəxslər var ki, həmən şəxslərin ailə üzvləri, birinci dərəcəli ailə üzvləri barkoddan istifadə edə bilərlər. Hər tərəfli yanaşmadır bu doğrudan da. Bir də bəzi layihələr biz illər ərzində də görmüşük ki, layihələr tətbiq olunur və yalnız Bakıda keçirir bu. Yəni, Azərbaycanı əhatə eləyirmi? Bəli. Çünki elə insanlar var ki, düşünürlər ki, Azərbaycan yalnız paytaxtdan ibarətdir. Təəssüf ki. Sosial tərəfdaş layihəsinin bütün partnyorları, bütün filiallarla birlikdə, yəni bura Bakı, yəni Abşeron yarımadası daxil olmaqla bütün bölgələrimizdəki vətəndaşlarımız da eyni şəkildə bundan yararlana biləcəklər təbii ki. Əla. Bəzi indi ola bilər tamaşaçılar fikirləşə bilər ki, bura nəqliyyat da aiddirmi, yoxsa yalnız alış-verişi əhatə eləyir? Məsələn, istirahət, turizm, indi pensiyaçı gedib dincələ bilər, otellər, otel xidmətləri var, nəqliyyat xidmətləri var. Yəni, xidmətlərin istiqamətlərini bizə desəz, yaxşı olar. Hələlik indiki dövrdə seçilmiş marketləri, klinikaları, aptekləri əhatə edir. Gələcəkdə də bu şəbəkələr daha da belə deyək, böyüdülməkdədir, bunun üzərində işlər gedir. Hər hansısa bir yenilik olduğu zaman ictimaiyyətə belə deyək, məlumat ötürüləcək bununla bağlı. Mən istəyərdim, eyni zamanda siz dediniz artıq 2023-cü ildən eləmi artıq bu layihə start götürür? 2023-cü ilin 20 noyabrında. Noyabr ayından, bəli, artıq 3 il olacaq və bu 3 il ərzində yararlananlar varmı, Nicat bəy, Royal bəy? İstifadə edənlər varmı və tendensiya necədir, maraq necədir? Belə deyərdim mən, çox maraqlı sualdır. Əslində bu statistika ilə bağlı belə də biz yaxından tanış ola bilirik. Layihənin ilkin müddətində təbii ki, burada normaldır ki, az sayda vətəndaşlarımız bundan istifadə edir. Təbii ki, balansı biz burada saxlaya bilmirdik. Artıq müəyyən bir müddət keçdikcə vətəndaşlar tərəfindən bu tələbin də olduğu, yəni biz maraqlanırıq, öyrənirik ki, marketlərdə də, apteklərdə də vətəndaşlar tərəfindən tələblər var artıq ki, onlar özləri istəyirlər bunu. Bir də bu, mənim öz valideynlərimdə biri təqaüd, biri əlillik dərəcəsi var. Əvvəllər bu e-sosial platforması var idi. Onun üzərindən bəzi məsələləri həll etmək mümkün olurdu. MyGov-a keçildi. Bu, mən istərdim, yəni bunu nə zəruri etdi? Artıq məlum olduğu kimi MyGov platforması bütün dövlət xidmətlərini bir vahid mərkəzdə birləşdirən platforma kimi xidmət göstərir. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün elektron xidmətləri MyGov platformasına inteqrasiyası çərçivəsində, eləcə də pensiyaçı barkodu ora əlavə olunubdur. Həmən barkoddan da pensiyaçılar daimi olaraq oradan istifadə edə bilərlər. Yəni hamısı bir platformada bu doğrudan daha əlçatan olmaq üçün, daha rahat olmaq üçün MyGov-a belə deyək də keçid nəzərdə tutulubdur. Burada hər hansısa bir bonusdan söhbət getmir. Məbləğin çıxılmasından, faiz olaraq məsələn 2% isə 100 manatlıq alış-veriş edibsə 2 manat çıxılmasından söhbət məsələsidir buradakı. Artıq bu vətəndaşa geri qayıtmır. Vətəndaşın ödəməli olduğu məbləğ anındaca bəli endirim olacaq. Bir də hansısa bir marketdə deyək ki, bir bundan imtina halı olarsa, məsələn deyək ki, mən məhsulumu bu cür satmıram. Halbuki adı siyahıda var. Var. Təbii ki, olanlardan söhbət gedəcək. İmtina halı olarsa vətəndaş nə etməlidir o zaman? Yəni market tərəfindən təbii ki. Təbii ki, bu araşdırılır tərəfimizdən və zəruri tədbirlər tərəfimizdən görülür ki, artıq market rəhbərliyindən və MBD aidiyyatı qurum şəxslərə məlumatlar verilir ki, belə bir case, belə bir hallar yaşanır. Təbii ki, bunlar da aradan qaldırılır. Çox nadir hallarda olsa da baş verib ki, bu artıq son vaxtlarda yoxdur təbii ki. Bir məqam da var. Bu
Nağd ödənişdə də keçərlidirmi bu sistem? Bəli, burada vətəndaş istənilən formada ödənişini edə bilər. İstər təqaüd pensiya kartı, istər sosial ödəniş kartı qeyd etdiyim kimi, istər nağd, istər digər bank kartları ilə ödənişlərini rahat şəkildə edə biləcək. Bəzən biz barkodlar, QR kodlar var ki, bəzən daha da rahat etmək üçün insan öz işinin elində ola bilsin, kimisə megabayt interneti yoxdur telefonda. Onu indi müasir sözlə screenshot, şəklini xüsusi qoruyub saxlayıb və ondan istifadə etmək mümkündürmü belə hallarda, yoxsa mütləq şəkildə MyGov-a daxil olmaq lazımdır? Və burada sui-istifadə hallarının qarşısını bax necə almaq mümkündür? Həmən barkodlar, belə deyək, təhlükəsizlik baxımından daimi olaraq yenilənir. O baxımdan skrin eləyib saxladıqda müəyyən bir vaxtdan sonra artıq qüvvədən düşmüş olur. Bir barkod bir dəfə işləyir, belə başa düşdüm. Bəli, müəyyən bir müddətdən sonra həmən barkodlar yenilənir avtomatik Siz hər tərəfli şəkildə. yanaşmısınız, bu küfür təhlükəsizlik prizmasına Bəli, yanaşmısınız. çünki elə olsa Əslində çox gözəldir. gərək, yəni bir nəfərin telefonunu götürüb hər dəfə alış-veriş eləyəcək. Yəni onun barkodunu dəyişməsi normaldır təbii ki. Məsələn, vətəndaş indi əlavə məlumat almaq istəyir. Bizə kifayət qədər səhər tezdən Respublikanın ən ucqar kəndlərinə qədər bizi izləyənlər var. Əlbəttə ki, bugün xüsusilə indi bugün dünyada iqtisadi reallıqları nəzərə alaraq 1 manatın, hətta 10 qəpiyin belə çox böyük bir hökmü var bəzi təbəqələr üçün. Əlavə məlumatı hardan almaq olar? Bundan başqa hara müraciət eləmək olar və MyGov platformasına indi elə insanlar var ki, hələ yükləməyiblər və s. Yəni ilk addımlarda hansı istiqamətdə belə deyək də lazımdır? Əlavə məlumatları sosial tərəfdaş.az saytından əldə edə bilərlər. Eləcə də layihənin qaynar xəttindən 010 712 73 12 nömrəsindən əlaqə saxlamaq olar. Yenidən zəhmət olmasa 010 712 73 12 nömrəsindən əlaqə saxlamaq olar və o cümlədən Nazirliyin qaynar xətti ilə 142 çağrı mərkəzində məlumat əldə edə bilərlər. Bir də alış-verişdə bir minimal yaxud maksimal limitlər varmı? Məsələn, 10 manatlıq alış-veriş etməlisən ki, bu işləsin, yaxud 100 manatdan artıq olmaz deyə bir limitlər varmı? Xeyr, burada hər hansı bir məhdudiyyət təyin olunub. Xeyr. Məbləğdən asılı olmayaraq vətəndaş alış-verişini eləyə bilər təbii ki. Əlavə etməyə hər hansı bir sözünüz varmı? Hər hansı bir tövsiyəniz varmı? Təşəkkür edirik, çox sağ olun. Vətəndaşlarımız da istifadə eləsinlər, daimi olaraq endirimdən yararlansınlar. Nicat bəy, sözlü adam oxşuyursunuz. Minnətdaram, təşəkkürümü bildirmək istədim ki, əslində vətəndaşlara belə bir dəstəyi göstərirsiniz. Xəzər TV rəhbərliyi və sizlərə dərin minnətdarlığımızı bildirmək istərdik. Vətəndaşlar yaxından tanış olmaq üçün qeyd etdiyi kimi həmkarımın 142 qaynar xətti 010 712 73 12 mobil telefonla əlaqə saxlayıb daha yaxından tanış ola bilərlər. Bizim əlimizdən nə gələcəksə biz dəstək göstərməyə həmişə hazırıq. Bu əslində belə baxanda düzdür, orada manat, qəpik və s. amma əslində dostlar, aylıq onu hesablananda dərmandır, bundan başqa müxtəlif məhsullardır ki, yəni kifayət qədər sonra ayda baxanda bir nəzərə çarpacaq bir geri dönüş var. Çox minnətdarıq sizə. Uğurlu olsun layihəniz və mən zənnimcə olacaq və hətta uğurludur ki, bugün xahişimizlə gəldiniz bura. Dostlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə sosial tərəfdaş layihəsi həyata keçirilir. Xəbəriniz olsun, bilməyənlərə də çatdırın. Çünki bu doğrudan da çox önəmlidir və eyni zamanda da əhalinin hardasa bir sosial cəhətdən də müxtəlif bir dividendlər əldə edilməsinə yönəlmiş, xüsusilə o həssas təbəqələrdən söhbət edir, bir addımdır. Ən yaxşı tərəfi də odur ki, hər kəs bundan sonra nənəsi ilə, babası ilə çox marketə gedəcək. Bu yaxşı bir şeydir, əlbəttə. Əvvəl tək gedirdi, indi əvvəl o nənə, baba nəvənin əlindən tub aparırdı, indi əksinə olacaq, nəvə tub aparacaq. Gəl gedək, nə lazım olsa alacam sənə. Nənə, gəl sən düyməli telefonun əvəzinə smartfon alaq, orada MyGov lazımdır. Hamı göndərəcək nənə, baba kartına pul ki, oradan ödəniş eləsin. Əsas o QR koddur. Bundan sonra nənə, baba bir QR kod daha qiymətə mindi. Minnətdarıq sizə dostlar və bu layihənin böyük mütəxəssisləri Nicat Mustafa və Royal Ağayev studiyamızda qonaq idi. Az sonra hansı mövzuya toxunacaq? Gəlin balaca bir anonsumuz və keçək elə xəbərlərə və digər reportajlarımıza.